Hə, getdik dostlar. Bu şəkili görürsünüz siz. Şvarnadzedir, nədir o Gürcüstanın köhnə prezidenti. Bilirsiniz də Gürcüstanın köhnə prezidenti. Şvarnadze. Ortadakı da Aygün Kazımovadır. Bu tərəfdəki də Heydər Əliyevdir. Aygün Kazımovanı orada da Azərbaycan bayrağı qoyublar. Çağırıblar stollarına, məmələrini əlləyirlər. Diqqət edirsiniz, görə bilirsiniz dostlar, şəkil necə görsənir? Bir də zəhmət olmasa yazın görə, şəkil necə görsənir? Bir yazın görə şəkil necədir? Səs, görüntü, şəkil necədir? Bir yazın görə zəhmət olmasa. Görürsünüzmü şəkili? Görsənirmi? Hə, görsənir, əla, çox sağ ol qardaşlar, dostlar. Diqqət edirsiniz siz. Gürcüstanın köhnə prezidenti Şınardadır, nədir adı? Yadımdan da çıxdı, bayaq dedimi? Aygün Kazımova da ortada. Heydər Əliyev də yanında hırıldayır, Şina vardır. Yəni ki, sıra məndədir. Sən əlləginə, sonra da mən əlləyəcəm. Azərbaycan bayrağı da arxalarında. Bu Heydər Əliyevdir. Ay İlham Əliyev, ay Mehriban Əliyeva. Ay sizin o terrorçu xain alçaq rejiminiz. Ay biqriyyət əxlaqsız köpək uşağı. Bu Heydər Əliyevdir. İndi keçək digər şəkillərə. Görək siz kim olmusunuz? Heydərdən başlayırıq. Görək siz kim olmusunuz? Siz bizim kimi insanlara haqqını tələb edən, doğruları deyən, dirəniş göstərən, gələcəyini, həyatını, ömrünü, gününü məhv elədiyiniz adamları üzdən elə qəsəb eləyirsiniz. Gəlin bir elə bir sizin nəslinizi araşdıraq görəsiniz kimsiniz. Keçdik dostlar İlham Əliyevə. Türkiyədə İlham Əliyev Ebru Gündeşlə. Bir dəqiqə. Onun başqa bir şəkli var idi burada. Bir dəqiqə deyən görüm haradadır. Bir dəqiqə. Hə. Bu da İlham Əliyevlə Ebru Gündeş dostlar. Görürsünüz? İlham Əliyevlə Ebru Gündeş. Tans eləyirlər, göbəyini əlləyir. Kefdə damaqdadır. Millət Qarabağda can qoyur, savaşır. Xocalıda insanları qətl eləyirlər. Bunlar qol-qola girib qəşəkçi orada göbəyiniz adını əlləyir, götünüz adını əlləyir. Baxın, diqqət eləyin siz dostlar. Fikir verin. Bu İlham Əliyevin Ebru Gündeşlə elədiyi pozğun hərəkətləridir. Bu alçaq hərəkətləridir. Heydər getdi. İlham da getdi. Keçir indi Mehriban Əliyevaya. Keçir indi Mehriban Əliyevaya dostlar. Hə, Mehman Hüseynov da burada yazır. Salam qardaş, hər vaxtın xeyir olsun. Xoş gəldin. Buradan da salamlayıram Mehman Hüseynova. O gördüyü işlərə görə, çəkdiyi əziyyətə görə həqiqətən. Yəni, bayaq dedim mən, hər bir halda Mehman Hüseynovun atdığı addım xeyrimizədir. Düzdür, buna çox məntiqlə düşünüb söz demək olar. Mehman Hüseynova material necə gəlibdir, nətər gəlibdir. Yəni, Mehman Hüseynov bunu pulla alıbdır, pulla satan adam gedib Əliyevə sata bilməzdim. Yəni, çox şey demək olar. Amma hər bir halda bizim xeyrimizədir. Mən çox sağ ol deyirəm, əziyyətinə görə, həqiqətən. İndi mən onunla da bağlı danışacağım. Mən Mehman Hüseynovun özünə də qarşı bu, nə bilim, intim videosu paylaşacaq, necə, bununla da bağlı danışacağım. Keçir indi dostlar, Mehriban Əliyevaya. Heydəri göstərdik. Məmə əlləməklə məşğuldur Heydər, məmə əlləməklə. İlham Əliyev də Ebru Gündeşlə göbək əlləməklə, göbək əlləməklə məşğuldur, göbək əlləmək. İndi keçirik Mehriban Əliyevaya. İlham Əliyevin fahişə, əxlaqsız, alçaq, ikiyüzlü arvadına. Keçirik ona. Necə görsənir dostlar? Şəkil necə görsənir? Şəkil necə görsənir? Mehriban Əliyeva yanında da bir dənə Fransanın pornolduzu Madina Rod. Diqqət edirsiniz, görsənirmi şəkil dostlar?
Görebilirsinizmi? İndi mənim indi proqramım zadım yoxdur. Mən çıxan belə efirdən. Yəni mən telefonla həll edirəm bu işləri. Fikir verirsiniz Mehriban Əliyeva. Yanımdakı da ki Madina Roddur. Seks ulduzu kişi, porno ulduzu. Mehriban Əliyevanın porno ulduzu ilə nə işi var ki? Hə dostlar? Nə iş ola bilər ki? Yəni İlham Əliyevin arvadı Mehriban Əliyevanın bu porno ulduzu ilə nə iş ola bilər ki? Nə var ki orada, nəyə gedir ki? Özdə bunu 2011-ci ildə paylaşıbdı. Bunu sağ olsun Mehman Hüseyin paylaşmışdı. Mən onu gördüm orada. 2011-ci ildə status paylaşıb Mehriban Əliyeva. Sonra silibdi. Həmən günü paylaşıb, həmən gündə silibdi. Biabır olmamaq üçün. Araşdırmalara görə orada Mehriban Əliyeva yazıbdı ki, aktrisa ilə görüşümüz baş tutdu. Sən deməcə bu aktrisa deyilmiş bu. Bu porno ulduzuymuş. Girin. Bax, Google-də, mən demirəm, desəm ayıb olacaqdı. Lazım deyil. Amma bu internetdə var fakt. Bax, bu Nadina Rod seks ulduzdur. Pulla seksə çəkiləndir bu. Mehriban Əliyeva bu Nadina Rodun yanında nə gəzir ki? Ora nəyə gedibdir ki? Diqqət edirsiniz dostlar. Hə? Və yaxud da salamlar olsun. Bəyənin, paylaşın dostlar. İndi dostlar, keçək burada Cəlal Əliyevin qızı. Cəlal Əliyevin qızı, İlham Əliyevin əmisi qızı. Yunanistanda narkotiklə tutulan, DJ işləyir, özü də əxlaqsızın biri, gecə gündüz barlarda, diskotekalarda. Buyurun. Bəyənin dostlar, bəyənin, paylaşın. Diqqət edirsiniz, siz İlham Əliyevin əmsi qızıdır bu. Cəlal Əliyevin qızı, əmsi qızı. Cəlal Əliyevin qızıdır. İlham Əliyev əmin qızıdır bu. Bayaqdan göstərirəm, dədəm məmə əlliyirdi. Özün Ebru Gündeşin göbəyini məməsini əlliyirdin. Arvadın gedib porno ulduzu, Fransanın porno ulduzu Madina Rodla görüşübdü. Sonra əmin qızı diskotekalarda narkotiklə tutulur. DJ-lik eləyir. Sonra bunun başqa şəkil... Buyur. DJ-lik eləyir, buyurun. İlham Əliyevin əmisi qızı. Baxın, İlham Əliyevin əmisi qızı. Baxın. Bu da Cəlal Əliyevin qızı. İlham Əliyev. Mehriban Əliyeva. Ay, əxlaqsız alçaq yığın alçaq. Ay, namussuz yığın namussuz. Siz busunuz, Siz busunuz. Başa düşdünüz, siz busunuz, bu. Cəlal Əliyevin qızı. Pozğun, əxlaqsız, narkoman, diskotekalarda, barlarda, fahişəxanalarda DJ-lik eləyir. Siz busunuz. Siz bizim ailələrimizi gedib həbs eləməklə çıx Rafael Piriyevə daldan verir, üzdən İraqdır. Nə bilim, Mehman Hüseynova zəng edirsiniz ki, sənin intim videonu paylaşacaq. Bizə Mehman yox, bizə bu lazımdır. Siz kimsiz ki siz? Siz nəsillicə fahişəsiniz, siz? Şərəfsizdir, uğraşlar. Bir dəqiqə. Bunlar dədə-bala peysərlərdir. Bunlar ikisinin də arvadı cırıqdır. Balaca o Petka Heydərində o peysər İlham Əliyevin arvadıdır. İncə göstərdim də. İlham Əliyevin arvadı Fransada porno ulduzuyla gedib görüşüb şəkil çəkdirir. Çox maraqlı onun nəyə gedirmiş ki? Bu kimdir ki belə? Bu nə axtarır orada? Mehriban Əliyeva nə axtarırdın ki orada? Keçək indi bu Aliyuşanın şəkillərinə. Baxaq ki, bu Aliyuşa nə? Burada bir dənə şey göstərim dostlar, baxın. Lukashenko ilə Mehriban Əliyeva. Mehriban Əliyeva Lukashenko ilə Berlində nə gəzirdin ki? Qəzetlər yazırdı bunu.
Qəzetlər yazırdı, mən Facebookda paylaşmışam. And olsun Allah, qəzetlər yazırdı ki, Berlində Lukashenko ilə Mehriban Əliyeva bir gecə, yəni gecə oteldə qalıblar, oteldə nədir, gecəliyiblər. Ha, İlham Əliyev, arvadın nə gəzirdi bu peysərin yanında? Ay tıvar, ay şəkal. Ha? Arvadın nə gəzirdi İlham Əliyev bu, nədir, Lukashenko'nun yanında? Ay uğraşa, şərəfsiz, namussuz. Siz bu bilin nəsillicə fahişəsiniz. Sonra da biz Azərbaycan xalqının haqqı üçün savaşırıq, vuruşuruq, dirəniş göstəririk, əlimizdən gələni eləyirik. Haqlarımız üçün savaşırıq. Bizə deyirsiniz ki, yox, siz saxlayın, danışmayın. Siz, nədir, Rafael Piriyev, sən Bərdədə arxanı verirdin sən. Axı, bu belə deyil, axı, siz mənim qohumlarımı gedib efirə çıxardıb o sözü deyiktirirsiniz, məcbur, şöbələrdə, bölmələrdə. Amma sizin faktik olaraq şəkilləriniz var, Sizin faktik olaraq şəkilləriniz var, ay İlham Əliyev. Ay şərəfsiz köpək oğlu, bir dəqiqə dostlar. Sizin faktik olaraq şəkilləriniz var. Bax, sənin, buyurun. Diqqət edin dostlar, bu balaca Petka Heydərin arvadıdır. Transa oxşuyur. Buna bax, bunun vidinə bax, bunun fasonuna bax. Mən düz deyil, video, fasona, indi burada barda şəkillər zadı var, onu göstərəcəm. Mən burada video, fasona, bara niyə getdin, nədən getdin, məsələ o deyil. O məni ilgiləndirmir, o mənim işim deyil. Mən qarışmıram ona. Ona qalsa bara başqalar da gedir. Məsələ o deyil. Amma ölkənin başında oturanlar, bizə əxlaqdan danışanlar özləri bar fahişələridir. Məsələ burasındadır. Yəni, ölkənin başında oturan bar fahişələri bizim haqlarımızı uğrayıb. Biz bunlara qarşı sözümüzü deyirik, haqlarımız üçün savaşırıq. Bizim gedib qohumlarımızı tutub həbsxanaya doldururlar ki, çıx buna denən ki, sən ay Rafael Piriyev dalını çaylağın qıranda verirdin. Təsəvvür edirsiniz. Məsələ bu deyil. Mənim yoxsa belə kimisə geyimidir, bara gedir, şərə gedir, hara gedir. O məni maraqlandırmır, o məni ilgiləndirmir o. Amma biz haqqımız üçün, savaşdığımız üçün, doğruları dediyimiz üçün, xalqın sözünü dediyimiz üçün, xalqın gözünü açdığımız üçün bizə qarşı alçaqlıq eləyən adamların özü bunlardır, dostlar. Özü bunlardır, bu yüzdən iraqlar. Bu fahişələr, bu namussuzlar, bu transa oxşayan o fahişələr, cındalar. Məsələ budur. Məsələ budur. Kimdir ki bu adamlar? Niyə bizə bu sözü deməlisiniz ki? Kimsiz ki siz? Balaca Petka Heydərin arvadı. Buyurun. İlham Əliyev, buyur bax ki, qəhbə gəlinə bax ki, çıxardıb Rafael Piriyevə qarşı qohumlarını çıxardırdı. Nə bilim, Mirzəlininki oradan. O birisi, nə bilim, o Mehman Hüseynovun götürüb ailəsinə gedib deyiblər ki, Mehman Hüseynov nədir? Bütün videolarını silsin, yoldan çəkilsin, biz onun intim videolarını çəkəcəyik, nə bilim, paylaşacağıq. Mənə Mehman lazımdır, mənə siz lazımsınız. Siz kimsiniz, siz bizə cavab verin. Mehmanı neyə? Mehman sıravi bir vətəndaşdır mənim kimi. Özündə az çox cəsarət tapıb sözünü deyir mənim kimi, digərlər kimi. Siz bundan danışın, bundan. Siz busunuz. Başa düşdünüz? Bizim haqlarımızı uğrayıb, aparıb bax gəlinə, bu qəhbə gəlinə İlham Əliyev. Bizim haqlarımızı uğrayıb, aparıb bu qəhbə gəlinə qəşəng rəyli rüylü, lifçilər arıb geyindirib, nədir, hovuzlarda, dənizlərdə şellənirsiniz. Siz buna cavab verin. Buna cavab verin. Mehmanın videosunu paylaşacağım intim deyim. Mənə nə? Mənə nə? Gedib Mehmana deyəcəm, niyə sən intim elədin? Hə? Mən vətəndaşım, mənə cavab verəcəm. Mən pulumu aparıb qəhbə gəlinə lifçi almışsan, geyindirib atırsan belə hovuzlara, kefdəsiz, damaqdasınız. Kayıfdasınız. Siz mənə buna cavab verin. Mənə neyirəm mən Mehmana? Neyirəm o birisinin nəyini paylaşdığın ailəsinə? Mənə nə ki? Mənə nə? Heydər Əliyevin
balaca Petka Heydərin çırıq arvadı. Baxın. Mehman Hüseynov paylaşıb bu şəkillərin hamısını. Sağ olsun. Deyən görək başqa nədir? Hə, buyur. Sən İlham Əliyev, bu qəhbə arvadının götünü aldığın o Nike şey var, nədir? Şortik, Nike şortik. Bu mənim haqqımla almışam. Mehmanın, nə bilim, digərlərinin, bizim qardaşlarımızın, evlatlarımızın haqlarını uğrayıb, belə aparıb qəhbə gəlinə, belə Nike şortiklər alıb geyindirib, belə seksi şəkillər çəkdirib, özünüzü reklam edirsiniz. Qəhbə sizsiniz. Siz cındırsınız, siz xainsiniz. Siz bizim pullarımızı uğrayıb aparıb, belə qəhbə gəlinizə şortik tursiya alırsınız. Sonra da deyirsiniz ki, biz nə bilim, əxlaq nümunəsiyik xalqa. Xalqı xidmət edirik, hə? Siz busunuz. Siz busunuz. Başa düşdün? Heydər Əliyev, Petka, anası cırıq, bağışçı cırıq, nəsli fahişə. Bizim haqlarımızı uğrayıb aparıb götünüzə tursi, şalvar, əyninizə paltar alırsınız. Göt verənlər. Biz bunu deyəndə biz oluruq üzdənir ha? Hə? Bizim intim videolarımız üzə çıxmalıdır. Xeyr ola. Mənim intim videom var, onun sənə nadiyyəti var. Sənə nadiyyəti var. Arvadınla yatıram, qızınla yatıram, bacımla yatıram, ölümdən yatıram, dirindən yatıram. Dəlisiniz abalasınız. Hə? Dəlisiniz. Mehmanın bilmirəm neçə yaşı var. Hər nədir? Evli adam deyil, subaydı mənim kimi. Bu da bir qadınla bir tanışlığı olacaq da. Güya sən onu paylaşsan nə olacaq ki? Biz deyəcək ki, Mehman, sən niyə bunu eləyirsən? Nə var malda? Pedofillik eləməli. Subay adamlıq bir qadınla tanışdığımız olmalıdır da. Onu deməkdir ki, bunun bu mübarizəyə nə adət var? Sən mənim haqqıma girmirsən, aparıb arvadına, qızına, anana, bacına, nəslinə tursi lifçi alırsan. Sən bundan mı danışırsan? Mənim haqqımı arvadının götürən niyə tursi alırsan ki sən? Anlamadım mən. Sən bundan mənə danış. Siz bundan danışın, Əliyevlər ailəsi. Mən neyirəm bunun nədir intim videosunu? Onun mənə nə adiyyəti var ki? Neyirəm mən onu? Sən bundan danış. Geyinin, keçinin, Azərbaycan xalqının milyardlarını uğrayın, saçınıza, başınıza, götünüza, başınıza xəşlətdirin, xəşləyin, yeyin için kef eləyin. Biz də haqqımızı tələb eləyəndə, yox, Rafael danışmacına sən bərdədə daldan versən, bax, qohumların deyir. Nə bilim, Mehman danışmacına sənin intim videoların var. Sənə nə? Sənə nə? Sən mənim haqqımı uğrayıb aparıb qəhbə gəlinə tursi lifçi alırsan, aparıb qəhbə gəlinə yedizdirirsən. O bar sənin, bu bar mənim, o diskoteka sənin, Amerika mənim, Amerika mənim. Siz bunu eləyirsiniz. Siz buna cavab verin, mənə buna cavab verin. Buna mənim haqqım çatır ki, hesabat aparım. Hesab istəyim səndən, bunu mənim haqqım çatır. Və yaxud da Mehmanın, digərinin, hamımızın. Siz buna cavab verin. O nə deməkdir? Kim başını qaldırır, sənin intim videon var. Sənə nə kişi? Sənə nə kimsən sən? O.